Məsəl üçün, Xoşqədəm xanımın atası da, anası da, yəni 88 yaşında, 87 yaşında biri rəhmətə getdi, 86 yaşında biri. Mən onları tanıyanda 80 yaşları var idi. Bəlkə də 100 kursa yaxın müalicə aldılar. Onların da bütün genetik testləri mənfi çıxmışdı deyə. Ona görə də onların kimyoterapiyadan başqa alternativ müalicəsi yox idi. Məsəl üçün, gördüyünüz kimi, bilmirəm də, indi hamı yəqin ki, bildi, gördü. Yəni, hər ikisi 4-cü mərhələ idi. Amma o qədər də kimyoterapiya ala-ala, yəni 7-8 ildə yaşadılar, yəni heç bir problemsiz. Yəni, Xoşqədəm xanımın atasının ölüm səbəbi də onkologiyadan olmadı. Onun öd yollarında tıxanıqlıq oldu, öd yollarında. Daş mı düşdü, nə düşdü, sarlığı artdı. Təbii ki, yəni insan yaşlaşdıqca tək bundan deyil ki, 50 dənə problemlərlə qarşılaşır. O öd yollarındakı o tıxanıqlığa görə sarlığı artdı, oradan bir dənə girişim elədilər, yəni cərrahlar. Girdilər, öd yolundakı o tıxanıqlığı açdılar, amma oradan bir infeksiya düşdü. O infeksiyadan toparlana bilmədi. Bayaq gəlmişdik bu mövzulara. Yaşlılıq və dəri xərçəngi var ya, dediyi məsəl üçün oradan infeksiya düşür, toparlana bilmir. O məsəl üçün həmən o infeksiyadan toparlana bilmədi. Yəni onun ölüm səbəbi oldu. Anasında da böyrək çatışmamazlığı oldu. Yəni böyrək çatışmamazlığından oldu. Yəni sidiyə çıxa bilmədi. Yenə də onkologiya ilə bağlı problem olmadı. Yəni təbii ki, o olmasaydı da ola bilərdi bunlar. Yəni bunlar aldığı müalicələrə görə deyil, xəstəliyinə görə deyil. Anasında sidik verməmək oldu. Təbii ki, 85-86 yaşında qadındır. Yəni ola bilər də. Mənim nənəm də rəhmətə gedib. 80 yaşında rəhmətə getdi. O 2-3 gün içində sidik vermədi. Biz onu dializ eləyənə, biz ona dializ kateteri qoyanda dünyasını dəyişdi. 2-3 gün içində oldu. Yəni bu onkologiyaları olmasaydı da bunlar olacaqdı. Birində öd yolunda tıxanıqlıq, daşa bağlı. Amma o hər ikisi bəlkə də bir 80-100 kursa yaxın kimyoterapiya alıb, müalicə alıb. Deyirsiniz 5-6 il yaşadılar əslində. Daha çox yaşadılar. Daha çox. Hə. Əslində amma 4-cü mərhələ. İkisi də 4-cü. Biri yumurtalıq xərçəngidir, biri ağciyər xərçəngidir. Biraz bundan öncə dedim, ağciyər xərçəngində möcüzələr var. Məsəl üçün, fikir verin, 7-8 il 4-cü mərhələ, bir də yaş faktoru da var. İndi yaş da bizim üçün bir çətinlikdir, əziyyətdir. Yəni cavanla yaşlı eyni keçirə bilməz müalicələri. Amma yenə də çox yaxşı nəticələrlə.